izləyicilər, bir daha salamlayırıq. Hal-hazırda Səlyanda şəhid ocaqlarının ziyarətimiz hələ ki davam edir. Ancaq belə deyək, şəhidimiz Leytenant Ülvi Hənifə oğlu evdə ailələrindən heç kim olmadığı üçün elə biz istədik ki, şəhidimizin belə deyək, ocağında ziyarətdə ola bilməsək də adına olan abidədən bir çəkiliş götürək. Onun qonşusu Allah canını sağ eləsin. Zəng etdi, yenə də evdə adam olmadığı üçün. Qardaşımız qardaşla münasibəti olduğu üçün elə Allah canını sağ eləsin. Adın nədir qardaşım? Ümid, belə deyək, bir qapı bir qonşu olubsan, ən azından yaxınlığın olub. İstərdim ki, Ülvi haqqında bir iki məlumat istər götürək. Buyur. Ülvi necə oğlan olub, nətər, vətənsevər, buyur. Ülvi çox yaxşı oğlan olub, o uşaqlıqda əziyyət çəkən oğlan olub. Ailəsi də o əziyyətlə böyüdü. Yəni, onun anası da elə o məzarsa demişdi ki, qeyrətli balamla fəxr edirəm. O qeyrətin Azərbaycana minonu olub. Allah rəhmət eləsin, anası atası o əziyyətlə böyüdü. Yəni gənclikdə, yəni bir qonşu kimi bir yerdə böyüyübsün. Onun hansı xatirələri Ülvi deyəndə yadında, hansı xatirələri qalır? Elə deyək də, həmçə çətinlikdə yanımızda olub bütün dostlarım. Çətinlik üçün elə moment olub ki, Ülviyə axtarmış o. Yəni o cür yoldaşlıqda da sizlərin yanında olan bir insan olur. Bəli, belə bir oğul həqiqətən də vətənin dar günündə əldə silah irəli gedərək, vəzifəsindən asılı olmayaraq, əsgər olmasa da belə zabit olaraq irəlidə şərəfsiz ermənilərlə vuruşaraq, torpaqdan şərəfsizləri çıxardaraq təki vətən sağ olsun deyib şəhadətə ucaldı. Qarşısında baş əyirik, ailələrinin qarşısında baş əyirik. Onu böyüdən ananın əllərindən öpüb qarşısında baş əyirik. Və görürsən ki, bizim şəhidimiz haqqında onun dostu necə sözlər söylədi. Və bugün şəhid atası vətən uğrunda övladın qurban verən atadan da söz götürək. Buyur. Allah bütün şəhidlərimizi məkanların cənnət eləsin. Allah təala ola İmam Hüseyin əskəridən ayırmasın. Məkanlar cənnət olsun. Allah bütün Azərbaycanımıza səbir versin. Bir daha Azərbaycanımıza şəhid xəbəri gəlməsin. Amin. Buyur. Allah şəhidlərimizi, İvan şad eləsin, məramlarını eləsin. Var olasın. Bizim bir aksaqqalımıza yaxınlaşıram. Aksaqqal, salamlayıram sizi. Aksaqqal, bax bu günləri sizin övladınızdır da yəqin. Bəli. Bax, gözəl sözlər söylədi. Bir qonşu olaraq sənin qonşunun övladı hansı bir xatirələrdən yadında qalır? Xatirə, nəçəyim valla, o xatirə göz qabağındadır. Yəni, canın qurban verir, torpaq uğrunda. Necə qonşu olub, necə qonşu olub? Çox gözəl, çox mehriban, çox dil ödəyib, dil valideynləri. Yəni, ləyəqli olub qonşuluqda. Məsələn, Ülvinin şəkili apartman tutmasın bizim evimizdə 2 yerdə vurulub. Yəni, elə bir qəhrəman olub. İgid oğul olduğu üçün. İgid, bəli, bəli. İgid oğul olduğu üçün. Təşəkkür edirəm dayısı. Var olasın. Allah sizi. Dəyərli izləyicilər, hər zaman, hər an vətən uğrunda, xalq uğrunda, üçrəkli bayraq altında vətəni sevərək, vətən üçün şəhid olanların ocaqlarını ziyarət etmək hər bir Azərbaycanlının borcudur. Vəzifəsindən asılı olmayaraq, bax bugün cansız şəkilləri torpaqlarımızda Azərbaycanın azadlığı uğrunda canların qurban verib. Ancaq şəkilləri bugün cansız olaraq evlərinin önündə vurulub. Hər zaman şəhid ocaqlarını ziyarət etmək, vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycanı buldu. Allah şəhidlərimizi rəhmət, bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən qazilərimizə şəfa, veteranlarımıza can sağlığı, üçrəkli bayraq altda bizi qoruyan Allah ordumuzu qorusun. Var olasınız və bir daha şəhid ailəsi qarşında baş əyirik, evdə olmasın da biz sizləri ziyarət etməyi özümüzə borc bildik. Və bir daha Allah şəhidlərimizi rəhmət, Allah qazilərimizə şəfa, veteranlarımıza can sağlığı, ordumuza Allah qorusun. Var olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ ol.